Ömər də təşəkkür edib sizə. Ömər kim? Ömərin sualını vermişdim, yadınıza gəlir ki, hardansa tutub qalxıram yəni. Ömər. Çiyini özün bir itdi, doktor. Əla. Doktor salam. Salam. İzləyicidən gələn bir sualı nəzərinizə çatdırıram. Buyurun. Artıq 5 gündür ki, fizioterapi müalicə alıram, ağrılarım səngiyib. Müalicəni dayandıra bilərəm, yoxsa yox? İzləyicimizə sualına görə minnətdarıq. 5 günlük müalicə alırsa, əlbəttə ki, fizioterapik müalicələr 15-20 gün ərzində təyin olunur. 5 gündə bizim ağrılarımız azala bilər. Müalicəmizi dayandırmırıq. Həkimin təyinatına uyğun müalicəmizi davam edirik. Fizioterapik müalicələrdə həkim nəzarəti olmadan müalicəni dayandırmaq düzgün deyil və eyni zamanda mexaniki ağrılar, bel ağrılarımız varsa keçə bilər, yerli zədələrimiz davam edir. Tövsiyəm müalicəni davam edir.